Məktəbdə uşaqların emosional ehtiyacları necə təmin olunur? Emosional ehtiyacların təmin olunmasında əsas yanaşma uşağın dinlənilməsi, qəbul olunması və emosional ehtiyaclarına daha diqqətlə yanaşılmasıdır. Müəllim və psixoloqun yanaşması, birgə əməkdaşlığı burada əsas rol oynayır. Bir müəllimin şagirdə səhər gülümsəməsi, psixoloqun ona gülümsəyərək necəsən deməsi, həmin gün şagirdin daha rahat şəkildə dərsinə davam etməsi, daha gümrah motivasiya ilə günü başa vurmasına köməklik göstərə bilər. Bəzən uşaq evdən küsülü gələr, yuxusuz olar, qorxar, çəkinər və şagirdin hansı hisslərlə məktəbə daxil olmasına biz biganə yanaşmamalıyıq. Əgər uşaq sevildiyini, qəbul edildiyini hiss edirsə və hiss etdiyi bir mühitdə təhsil alırsa, onun akademik göstəriciləri də yüksəlir və şagird emosional cəhətdən emosional ehtiyacları ödənilir deməkdir.